Salamlar, Üç Uşaqlı Ananın bir günü vloquna xoş gəlmisiniz. Bu video paylaşılanda mən hava limanında olacağam. Vloqlarımı bəyənən izləyicilərimi vloqsuz qoymaq istəmədim. Ona görə də bu və sonraki vloqumu öncədən hazırladım. Qismət olsa getdiyim yerdən sizin üçün maraqlı vloqlar çəkmək istəyirəm. İnşallah ki alınar. Bu yaxında qarşıma çox maraqlı bir test çıxdı və istəyirəm ki onu sizinlə də bölüşüm. Çox qısa və çox tez şəkildə edəcəyik. Mən sualları verdiyim anda mənimlə birlikdə cavablayın. İlk ağlınıza nə gəlirsə onu deyin. Gəlin başlayaq. Birinci sual. Dünyada hər hansısa bir heyvan ola bilərsən. Hansı heyvan olmaq istəyərdin? Cavabı çox düşünmədən de və yadında saxla. Cavabı dəyişmə. İkinci sual. İlk dediyin heyvanın nəsli tükəndi. İkinci olaraq hansı heyvan olmaq istəyərdin? Bunu da həmçinin çox düşünmədən ilk gözünün önünə və ya ağlına gələn heyvanı de və yadda saxla. Üçüncü sual. İkinci dediyin heyvanı da unut. Onun da nəsli tükəndi. Üçüncü hansı heyvan olmaq istəyərdin? Ümid edirəm ki, hər birini yadda saxladın. İndi isə bu testin cavablarına keçək. İlk söylədiyin heyvan sənin özünü necə gördüyün ya da görmək istədiyindir. İkinci seçdiyin heyvan isə insanların səni necə gördüyüdür. Üçüncü seçdiyin heyvan isə sənin gerçək özündür. Sizcə bu test doğrudurmu? Məsələn, mən ilk olaraq aslan seçmişdim, ikinci balina, üçüncü isə fil. Rəylərdə mənə seçdiyiniz heyvanları yazarsınız. Mən isə sizə onların hansı mənanı kəsb etdiyini deyəcəyəm. Əgər belə tip testlər xoşunuza gəlirsə, rəydə qeyd edin ki, növbəti vloqlarımda da ara sıra sizin üçün belə testlər paylaşım. Bugün hər hansısa bir mövzu haqqında danışmayacağam. İstəyirəm sadəcə özüm haqqında danışım. Mən kiməm, necə biriyəm, niyə bu tip vloqlar çəkirəm? Yəqin ki, məni yeni izləyənlər də var, ona görə yenidən qeyd edim. Mənim adım Gülarə. Adımı çox zaman qarışdırıb mənə Gülnarə deyirlər, amma adım Gülarədir. Kiminsə adımı səhv deməsi heç vaxt məni narahat etməyib, heç vaxt da düzəltməmişəm. Sənəd aldığım yerlər istisna olmaqla. 28 yaşım var. Şüvalanda doğulub böyümüşəm. Ana tərəfim Şüvalanlı, Əmircanlı, Qalalı. Ata tərəfim isə İçəri şəhərlidir. Bakılıyam, heç vaxt yerlibazlıq etməmişəm və yerlibazlıq edən insanları da sevmirəm. Yerlibaz biri olsaydım, yoldaşım yəqin ki, Culfalı olmazdı. Mənim rəfiqələrimin çoxunun da əsli kökü rayonludur və hər biri ilə də çox yaxşı yola gedirik. 3 övladım var, bir qızım, bir oğlum. Bir də evimizin balaca bığlı qızı pişiyimiz. Hər dəfə vloqlarımda Üç Uşaqlı Ananın bir günü vloqu ilə başlayıram deyə, bəzi üç uşağı olan analar bunu mənə irad tutur. Bu əlbəttə kontentdir. İlk başlarda belə başladım, belə yazdım, belə sevildi. Ona görə də belə davam etməyə qərar gəldim. Həmin analara demək istəyirəm ki, əlbəttə sizin əziyyətiniz danılmazdır, amma belə xırda şeyləri bu qədər ciddiyə almayın. Çünki sizi incidəcək bir şey eləmirəm, sizi təhqir etmirəm, sizə nəzakətsizlik göstərmirəm. Qeyd etdiyim kimi, bu sadəcə kontentdir. Ola bilər ki, aranızda kimsə heyvanları sevməsin, heyvanları övladı kimi görməsin, amma mənə bu uşaqlıqdan heyvan sevgisi anam tərəfindən aşılanıb. 28 ildir həyatdayam və 28 ildir ki, evimizdə hər hansısa bir heyvan olub. İndiyə qədər hesablasam, sayını bilmədiyim qədər pişiyimiz olub. Siçan, kirpi, tısbağa, dovşan və həyətdə hər zaman bir itimiz olub. Harasa gedəndə balaca bir pişik görürdüm, anası yanında deyildi deyə narahat olurdum, orqan mafiyası kimi o pişiyi qaçırdırdım. Evdə saxlayıb böyüdürdüm. Analıq və qadınlıqla bağlı paylaşdığım vloqlarımda mənə ən çox gələn suallardan biri də budur. Siz danışdığınız şeyləri yaşamısınız, çəkdiyiniz nümunələri yaşamısınız? Buna isə cavabım budur ki, əlbəttə ki, xeyr. Çəkdiyim hər nümunə mənə aid deyil. Bəzi şeylər var ki, özüm haqqında danışıram, onu da qeyd edirəm ki, bunu öz həyatımdan nümunə çəkirəm. Bu vaxt danışdığım mövzular ümumidir. Yəni, sırf mənim həyatımdan deyil. Mən xəyanətlə bağlı da danışmışam, boşanmaqla da bağlı danışmışam, amma yəni həyatımda elə bir hadisələr baş verməyib. Sadəcə empatiya duyğusu güclü insana.
Bir mövzudan danışdıqda o qadının yerinə mən özümü qoyuram və onun nə hisslər keçirdiyini hiss edirəm və həmin hissləri qələmə töküb sizinlə bölüşürəm. Həmçinin insanların həyatını müşahidə edirəm. Hər kəsin bir hərəkəti niyə etdiyini anlamaq üçün çox dərinə enirəm. Fikir vermisiniz, hər hansı bir insan həyatında bir qırılma nöqtəsi olur və o gündən sonra insan tamamilə dəyişir. Mənim də qırılma nöqtəm 2021-ci ilə təsadüf edir. Bu haqda keçmiş vloqlarıma baxanlar bilir. Baxmayanlar üçün yenidən qeyd edim ki, 2021-ci ildə nənəm koronavirusa tutuldu. Koronavirusla yanaşı nənəmin xroniki xəstəlikləri vardı deyə 70-80% ciyərləri buzlaşmışdı. Yəni bir növ nənəm ölümdən döndü. O dövrdə sadəcə bir necəsən sözünü belə yazmayanları, hal-əhval soruşmayanları həyatımdan tamamilə çıxartdım. Çünki mən inciyən insanam. Amma bu inciklik bir naz deyil. Doğma hesab etdiyim insanların kobudluğunu, hörmətsizliyini iliklərimə qədər hiss etmişəm. Çünki insanların mal-dövlətinə fikir verən biri deyiləm. Sadəcə onların insani keyfiyyətlərinə dəyər verirəm. Başqa insanlara yanlış davranmamaq üçün diqqət edirəm. Özümə də bu mövzuda acımıram. Ona görə kimsə mənə nəsə xırda səhv belə edəndə həmin insanla rahat şəkildə sağollaşa bilirəm. Mən bu səhvi etmirəmsə, deməli o da etməməlidir. Əgər mən bir insana yanlış hərəkət etməmək üçün çabalayıramsa, o da məni incitməmək üçün çabalamalıdır. Özümə qarşı belə olsa, mühakimə duyğum güclüdür. Aranızda 16 doğumlu varsa, yəqin ki, onda da gözünü qırpmadan bir insanı həyatından silmək kimi bir xüsusiyyəti var. Bir dəfə belə bir cümlə eşitdim, ondan sonra insanlara da baxışım dəyişdi. Cümlə belə idi. Kimsə pis həyat yaşayır deyə sənə pis davranmağa haqqı yoxdur. Ondan sonra daha sərhədlərimi qorumağa başladım. Sakit qalmaqla hər şeyi qəbul etmək eyni deyilmiş. Bəzən yox demək də bir növ özünü qorumaqdır. Özüm haqqında bir digər fakt isə insanlardan çox tez soyumağımdır. Birini çox sevə bilərəm, amma bir hərəkəti ilə də bitirə bilərəm. Mənim üçün ya ağ rəng olub, ya da qara rəng, amma boz olmayıb. İndi isə boz rəngi həyatıma qatmağa çalışıram. Bunun üçün üzərimdə işləyirəm. Artıq əvvəlki kimi hər kəsi ürəyimə yaxın buraxmıram. Özüm haqqında bir digər fakt isə çox dağınıq insan olmağımdır. Amma bunun da bir səbəbi var. Uşaqlıq vaxtı nənəm və anam işləyirdi. Evimizdə hər zaman ev işlərini görən, yemək bişirən qadınlar olurdu. Anam, nənəm heç vaxt məni heç nəyə məcbur etməyib. Mən də o rahatlığa öyrəşmişdim. Hər zaman tək istəkləri olub ki, mən oxuyum. Mənə dur evi yığışdır, yemək bişir deyən olmayıb. Buna görə də çox dağınıq insanam və bunu da düzəltmək üçün çalışıram. Bəzi qadınlar görürsüz deyirlər ki, evi yığışdırıram, bu mənə terapiya kimi gəlir. Mən bunu edəndə bundan həzz alıram və s. Məndə isə tam tərsi. Ev yığışdırmaq mənim üçün bir zülmdür. Yəqin çəkdiyim vloqlarda da bunu hiss eləmisiniz. Amma yemək bişirməyi, şirniyyat bişirməyi sevirəm. Kinli insan deyiləm. Çünki kinli insanlar onlara edilənlərə kin saxlamaqla yanaşı həm də pis hisslər bəsləyirlər. Mən pis hisslər bəsləmirəm, amma mənə qarşı edilən səhvləri, haqsızlıqları da unutmuram. Hətta elə olub ki, küsüb danışmadığım bir insanla göz-gözə gəlmişəm. Fərqindəyəm ki, o insanla küsəm. Amma niyə küsdüyümü xatırlamıram. Siz də belə hal yaşamısınızmı? Özüm haqqında bir digər fakt isə çox açıq insanam. Elə bir sirrim yoxdur. Özüm haqqında danışmaqdan qorxmuram. Məsələn, elə insanlar var ki, nəyisə gizlədir, özünü mükəmməl göstərməyə çalışır. Məni isə elə vloqlarımda da görürsünüz ki, heç nəyi gizlətmirəm, hər şeyim ortadadır, hər şey açıq, aydın danışıram. Evim dağınıq olanda da çəkirəm, saç başım nə gündə olanda da çəkirəm. Yəni çox rahat insanam. Nəyisə bilmirəmsə, yalandan onun haqqında danışmaram. Bilmirəmsə, deyəcəyəm ki, bilmirəm və bu da mənə azadlıq verir. Kiminsə məni nəyəsə görə qınamağına görə artıq narahat olmuram. Bu arada nənəmgil gəlib ki, evi yerli dibli təmizləməyə mənə kömək etsinlər. Mən ara sıra nənəgilə şuvalana gedirəm, amma nənəgil bizə gec-gec gəlir. Ancaq xüsusi günlərdə ya da ümumi təmizlik etdiyim günlərdə. Bilmirəm sizdə necədir, amma mənim tanıdığım hər kəsdə qızı gəlin köçəndən sonra onun evinə tez-tez getmirlər. Nəysə, qayıdım söhbətimizə. Əvvəlki Gülarə olsaydı, oturub hər kəsin sözünü dərd eləyərdi. Bu niyə belə elədi, o niyə elə dedi? Bu sualları özünə verib ağlayardı.
Əlbəttə ki, heç kimə göstərmədən tək başına. Əvvəl haqsızlıq görəndə o dəqiqə deyirdim ki, o mənə belə etdi, belə dedi. Çox əsəbləşib hirslənərdim. İndi isə o Gülarə yoxdur. Kim nə deyir, nə danışır, vecimə belə deyil. Çünki hər insan dedikləri ilə və etdikləri ilə sınanır. Bu baxımdan da vicdanım çox rahatdır. Özümdə əvvəllər ən çox sevdiyim xüsusiyyət isə disiplinli olmağım idi. Xüsusilə də universitet imtahanına hazırlaşanda. 2 il boyunca özümü bütün əyləncələrdən uzaq tutmuşdum. Heç yerə getmirdim. Hər səhər eyni rejim, eyni hədəf. Amma indi həyat fərqlidir. İndi uşaqlar, evin məsuliyyəti, artıq öncəliklər dəyişib. Amma bir tərəfim hələ də o disiplinli Gülarəni axtarır. Özüm haqqında bir digər fakt isə 2-ci kursdan 18 yaşımdan işləməyə başlamışam. Özümdən 15-20 yaş böyük qadınlarla, hətta nənəm yaşında qadınlarla birlikdə işləmişəm. Onlarla işləmək çətin idimi? Bəli, çətin idi. Çünki vəzifə etibarilə onlardan böyük idim. Amma onlar mənim gördüyüm həyatı 2-3 dəfə görüb qayıdıblar. O iş mənə çox şey qazandırdı. Sizə maraqlı olsa, bir gün iş yerlərimdə yaşadığım hadisələr barəsində də video çəkərəm. Yoruldum. Nəfəsim kəsilir. Bu nədir? Imkanlar bitmir. Bu arada yadınıza gəlirsə, sürücülük vəsiqəsi almağımla bağlı videomda kitabı və test kitabçasını istəyən insana göndərəcəyimi demişdim və indi də gedirəm poçta onları göndərim. Mənə yazan xanımın da 2 övladı var. O da vloquma baxıb həvəslənib. Yaxşı ki, bağlı deyildi, verdim. İndi gedirəm evə. Bu qədər pləkanlar məni gözləyir. Hələ qabaqda yenə var. Özümlə bağlı bir digər fakt isə hər dəfə yeni hobbilər yaratmağımdır. Bir sözlə hər şey şunasan. Öyrənməyi, öyrətməyi, hər şeylə məşğul olmağı çox sevirəm. Muncuqlardan çanta toxumaq, tikiş tikmək, front-end, qrafik dizayn, UI UX dizayn, numerologiya və s. öyrənmişəm, dərslər almışam və saymadığım bir çox şey öyrənmişəm. Məni hər zaman nəsə öyrənərkən görə bilərsiniz, çünki mən dayanmağı sevmirəm. Və bəzən bu işlərə o qədər həvəslə başlayıram ki, bu enerjini ətrafıma da yayıram. Məsələn, müharibə vaxtı bu şəkli hazırlamışdım. Bu şəkli Türkiyədə bir dərgi məndən qapaq şəkli kimi istəmişdi. Mən də halal xoşunuzdur deyib göndərmişdim. Onlar da dərgini çap etdirmişdilər, mənə də 1-2 nüsxəsini göndərdilər. Bilmirəm, aranızda bu videoma baxan olub ya yox. Ayaza hamiləykən muncuqlardan çanta düzəldirdim. Sayqa xanım fərqli çantalar düzəltdiyimi görüb verilişinə məni dəvət eləmişdi. Bir sözlə etdiyim hər bir işə bütün enerjimi verirəm və bunun da nəticəsini çox gözəl alıram. Məni hər dəfə fərqli bir şeylə məşğul olduğumu görə bilərsiniz. Bir də gördünüz rəsm çəkməyi öyrənirəm, bir də gördünüz gastronomiya ilə məşğulam və ya duluzçuluq dərslərinə qoşulmuşam. Ümumiyyətlə əl işləri ilə bağlı hər şeyi çox sevirəm və çox da dəyərləndirirəm. Özümlə bağlı bir digər fakt isə insanları tərifləməyi çox sevirəm. Əsas da həmcinslərimi. Təriflənməyi də sevirəm, amma başqalarının yanında təriflənəndə utanıram. Həyatım boyu ən çox eşitdiyim tərif isə səsimlə bağlıdır. Səsimin hüzurlu olduğunu çox adam deyir, həmçinin sizdə. Hətta mənə psixoloq belə deyənləriniz var. Bəlkə də nə vaxtsa 2-ci dəfə oxumaq istəsəm, psixologiya ixtisasını seçərəm. Özümlə bağlı bir digər fakt isə YouTube üçün video çəkməyə 7 il öncə başlamışam. Buna da məni yoldaşım həvəsləndirmişdi ki, sənin səsin gözəldir, sənin videoların qəşəng alınacaq. Əvvəllər bu işə hobbi kimi baxırdım. Adım niyə Talking Hands azdır deyə soruşsanız, ilk zamanlar təkcə əllərimi çəkirdim. Yeməklər bişirirdim, salatlar, içkilər və s. Sonra evləndim, hamiləlikdə səhhətimlə bağlı ara verməli olduğum videolara. Uşaqlar doğulandan sonra isə başladım uşaqlarla bağlı yemək videoları, səhhətləri ilə bağlı
keçirdikləri xəstəliklər, idman və s. kimi videolar çəkməyə. Qaynatamın bizdə qaldığı müddətdə də vloqlar çəkməyə başlamışdım. Onda isə sadəcə günlük nə etdiyimi danışırdım. Son 4 aydır ki, başlamışam yeni tip vloqlar çəkməyə. Ana olmaq, qadın olmaq, analığın çətinlikləri, qadın olmağın çətinlikləri. Artıq çəkdiyim videoları sevdiyiniz üçün YouTube-a hobbi kimi deyil, iş kimi yanaşıram. Məsələn, mən nişanlananda, evlənəndə məni hansı çətinliklərin gözləyəcəyini bilmirdim. Düşünürəm ki, bir çox qadınlara da bunlar başa salınmır. Ona görə başladım analıq, qadınlıq haqqında söhbətlər etməyə. Bu tip vloqlar çəkdiyim üçün feminist sayılaramı bilmirəm. Amma ətrafımda, cəmiyyətdə güclü qadınlar görmək mənim arzumdur. Güclü deyəndə əlbəttə kişini əzənləri nəzərdə tutmuram. Amma özünü heç kimə əzdirməyən, haqq ədalətli qadınları nəzərdə tuturam. İstəyirəm ki, qızlarımız tez evlənməsin, tez evləndirilməsin, özünü, həyatı dərk etsin və buna görə də mənim əlimdən sadəcə vloqlar çəkib belə söhbətlər etmək gəlir. İnşallah ki, qızlarımız, qadınlarımız səsimə səs olar. Mənimlə bağlı bir digər fakt isə qatı dindar deyiləm. Dinlərin hər birinə hörmətlə yanaşıram. Mənim üçün müsəlmanın da, xristianın da, yəhudinin də hamısının Allahı birdir. Və ətrafımda olan heç kimi dindar olmağı və yaxud da deist, ateist olmağına görə mühakimə etmirəm. Hər kəsin öz seçdiyi yolu var, hər kəs özü bilər. Mənim Allaha sevgim, güvənim sonsuzdur. Yuxarıdakı mənə qarşı çox həssasdır. Qəlbimi qıranların cavabını hər zaman o verib. Namaz qılmasam da, hicab taxmasam da Allahın sevgisini o qədər dərindən hiss edirəm ki, bunu sizə heç bir sözlə ifadə edə bilmərəm. Bu həyatda heç kimin həyatımıza təsadüfi gəldiyinə də inanmıram. Həyatda hər kəs bizə nəyisə öyrədir. Pis insanlarla qarşılaşanda bundan da narahat olmayın. Çünki onlar sayəsində siz yaxşı insanların qədrini, qiymətini biləcəksiniz. Kiminsə dediyi bir söz, bir cümlə belə sizin həyatda oyanışınıza səbəb ola bilər. Əgər mənim vloqlarımdan hər hansısa bir cümlə sizə təsir edibsə, hər hansısa sizin oyanışınıza səbəb olubsa, bu da təsadüf deyil. Deməli, siz o an o sözü eşitməyə hazır olmusunuz. Xanımlar, hər zaman dediyim kimi, bir-birimizin yurdu olaq. Ümid edirəm ki, mənimlə daha yaxından tanış oldunuz. Hər hansı bir sualınız olarsa, rəy bölməsində yazarsınız. Bütün rəylərinizi oxuyuram. Uşaqlardan, işlərdən vaxt tapanda cavablayıram. Hər birinizi çox sevirəm. İlk etdiyiniz testin cavablarını da yazmağı unutmayın. Hər birini vaxt tapan kimi cavablayacağam. Özünüzdən müğayət olun. Gələn vloqlarda görüşənədək. Mən səni çox sevirəm. Ben de seni çok seviyorum. Can. Sağ ol Ürək, sağ ol. Sağ ol, sağ ol. Bye bye. Bye bye. Sağ ol. Ayağımın altına bak. Hı, gidelim. Sağ olun, teşekkürlər. Ayağımın altına bak, ayağımın altına bak.